Nə oldu? Və deyirdi ki, mənə söz dediyinə görə dövlət və dövlət orqanları sənin üçün tədbir görəcək. Nə oldu? 1400 əvvəl ölmüş, şəhid olmuş bir adamın cəddi səni vurdu. Hə? 1400 il əvvəl ölmüş bir adama dil uzattın, ona görə tutuldun. Necə oldu bəs? O dövlət niyə sən tutdu ki, görəsən? Niyə dövlətdən biz belə bir məlumat görmədik ki, çevik biz sənin arxandayıq, davam edə bilərsən? Çünki sən 2 milyard insanların inancı ilə məzə tutursan və təhqir edib, yayına adam yığıb və ondan sonra da pul qazanmağa çevirirsən. Okey mi? Bu adı bir şeydir. Mən də qoyarım 1000 dənə şeyi müzakirəyə. Adam yığılar buna. Bundan savadlı olmaq, kitab oxumaq deyə bir anlayış çıxır ortaya ki, bu dahidir bu. Bax, 3500 adam izləyir bunu. Oh, uşaqlar. Deməli, 3000 adam izləyir. Gəlin qoşun. Ateistə 50% götdür. Amma indi sən içəridəsən, Peyğəmbər onun və zövcələri dünyasını dəyişiblər. Doğrudurmu? Onu müdafiə edən mən idim. Və müsəlmanlar idi, yaxşılar, indi danışa bilənlər. İndi bax, sən içəridəsən, anın qalıb çöldə. Arvadın qalıb çöldə. Sən indi içəridəsən. Çevikin arvadı, sizcə, Çevik içəridə olduğu dönəmdə, 10 gün ərzində gedib başqa bir kişi taparaq, öz bədən tələbatın o kişiyə sürtüşdürərək qarşılatdıracaqmı? O danışır da Peyğəmbərin ailəsindən rahatlıqla sürtüşdülər falan. İndi gəlin belə eləyək. Çevikin arvadı bu günləri 10 gün ərzində gecələri birdən içində alov yaransa, qonşusunda olan məzahir kişiyə sürtüşərək öz bədən və hisslərini öldürmək üçün qonşusu gilə arxa qapıdan girəcəkmi? Ya da onu arxa küçədən gəlib maşınla götürərək Qəbələdə tikilmiş A-frame evlərdən birini apararaq onunla gecəni keçirdib rahatladacaqmı? Yoxsa bu 10 gün ərzində onun arvadının, anasının regl dönəmidir. Xoş gəlir sənə, Çevik. Amma görmürsən. Kim üçün danışıram, mən görmür. Qardaş heç olmasa baxsın da. Görmür, görmürsə kayfı yoxdur. Qardaşını çağırın bura. Çevik, sənin ağa profilində oturan qardaşın dünənləri belə edirdi. Ağa, sənin arvadın evdə tək tənha qalır deyə öz doğma qardaşın, öz sənin zövcəvə gecələri tənha qalmasın deyə sənin arvadını ziyarət edəcəkmi? Qardaş olaraq ağladığı dönəmlərdə öz sinəsini qabağa verərək Çevik, sənin arvadının başını öz sinəsinə qoyacaqmı? Kayf verir. Kayf verir. Kayf verir. Bugün bilirsiniz nə günüdür? Çevik'in ailəsində olan qadınların aybaşı günüdür. Niyə? Stresten aybaşı zamanları tez gəlib. 15 gün idi, bitmişdi. Təzdən açılıb. Bəli. Ani stres tutuldu. Canım mənim. Heç evdə də paket qutarmışdı. Ağıllarına gəlmirdi anidən gələn qanaxmadan xəbərlər olmadı. Canım mənim. Deyir, eşkidir mehrabı uca göylərin. Ey Çevik, ateistlər neynəsin, sənsiz nə danışıram? Yəni, bax, sən 2000 adam yığıb ora müsəlmanların anasını müzakirə edərsən.
Mən isə tək səni, bax 2 milyardın anası, 2000 adam yığılır. Amma mən tək sənin ananla danışıram, 2 nəfərin anasıdır cəmi. 3500 adam yığılır. Özdə indi açılıb, profil verilib mənə. İndi açılıb profil, 1000 nəfər izləyici vardı veriləndə mənə, bilməm neçədir indi. Öcə 2375 olub. Uşaqlar, Çevik'in anasına söz dediğini kurtardı. Çevik'in anasına sözler dediği kurtardı. Çok güzel oldu. Zahmet olmasa hediye atın mənə indi. O belə Allah'a təhqir elətdirir, sonra PK eləyir axı. Mən PK'za deləmirəm. Davay, hediye atın Müslüman kardeşlerim. İçinde Allah sevgisi olanlar hediye yağı burada tutsun burada mənə. O Allah'ı söydürür, təhqir elətdirir, sonra PK'ya girir. Biz de şeylerdi, Çevik'in anasından danışandan sonra mövzu hediyeye fırlanacaq. Çok sağ olun kardeşler. Görevleri tamamlayaq. İzləyicisi çoxdur dediyimiz, yayınında çox adam olan dediyimiz adam. İnsanlarda qıcıq yaradaraq, Allah'a təhqir etdirərək, peyğəmbərləri və onların ailələrini təhqir etdirərək, onların ailələrini müzakirəyə, yataqları müzakirəyə qoyaraq yayın açıb canını qaldırırdı. Sizin o sabahlı bildiğiniz Çevik danışıqları ilə canlıya 3000 adam yığır. Mən danışmadan da onu yığa bilirəm. O danışaraq yayına adam yığır, sonra pek elir, pul kazanır. Mən isə danışmadan da onu yığa bilirəm. Və mən 4 ildir bu platformadayım. Mənim canlımda Kaliforniyada onda 10.000 adam oldu, 8.000 adam oldu. O adam mən üçün önəm kəsb eləmir. Səhifə bağlansın, açılsın, mən yenə gedib kuryer işləyirəm. Məsələ odur ki, bu günləri siz kimin canınızda çox adam görürsünüzsə, ona qibtə eləmək kimi bir şeyiniz yaranır. Ha, buna 3000 adam izləyirsə, bu nə danışır? Düzdür. Xeyr, elə deyil. Bugün Velizarda 50.000, 100.000 izləyir. O demək ki, onun danışdıqları düzdür. Ha? Heç Azərbaycanda canınıza belə istifadə eləməyiblər. 2000, 1000 takipçi var, indi 2000 zat, hər nəysə. Yayında hal-hazırda 2400 adam var. Mən sadəcə yayın açmışdım və danışmırdım. Heç bir şey danışmırdım. Sadəcə belə qalmışam burada. 2500 adam var hal-hazırda. Ayxan, ailəndəki körpələrin xirtdəyinə qutarım. Bildiyi də söyüş yazsa. Ben indi deyəcəm, misafirə qoşulmayanın körpəsinin boğazına qutarım. Fake profillə sən, bəsdir də, arvadının boğazına tökdüyün, bəsdir. Anavın sinəsinə boşaldığın, bəsdir. Canlıda 2700 adam var və mən danışmırdım. Sadəcə sizə onu göstərmək istəyirəm ki, sizin o dahi, Çevik, wow